İş təcrübəsi, iş stajı artdıqca başa düşürsən ki, bir həkim olaraq bir insanın acısı sənin acındır. Həkimlər doğrudan da soyuqqanlı olur, yoxsa bu onların peşə borcu naminə taxdıqları bir maskadır? Yox, həkim əslində soyuqqanlı olmalıdır. Xüsusilə də bu kritik məqamlarda xəstənin ağırlaşması durumunda panikaya qapılmamalıdır və təcili olaraq çox qısa sürə ərzində qərar qəbul eləməlidir. Bu ikinci zaman xüsusilə iş təcrübəsi, iş stajı artdıqca başa düşürsən ki, bir həkim olaraq bir insanın acısı sənin acındır və sən o acını yaşamağa çalışırsan ki, buna yardım eləyə biləsən. Çünki başqa cür bu adama, bir pasiyentə heç bir müalicə və yaxud da ki, təsəlli verəcək bir şeyin olmayacaq. Ona görə də həkim soyuqqanlıdır. Əlbəttə həkim soyuqqanlı olmalıdır ki, ayıq başından qərar verə bilsin.